Qarını iyisindən dolayı çox adam sevmir, amma uşaqlıqdan bəri mən qarını çox sevirəm. Həm qarın qutabın və sadə şəkildə qızardıb yeməyi də. Hazırlanmasına gəldikdə isə qarını ilk öncə suya əlavə edib, üzərinə 1 çay qaşığı soda əlavə edib 15 dəqiqə gözlədirəm. Daha sonra isə yaxşı yuyub 1 saata yaxın qaynadıram. Üzərinə su əlavə etdikdən sonra 3-4 ədəd dəfnə yarpağı da əlavə edirəm yaxşı iyi gəlsin deyə. Və çox kəfi olur, qaynayanda kəfini yığmaq lazımdır. 1 saata yaxın qaynadıram və 1 ədəd soğanı da xırda şəkildə doğrayıb kərə yağında rəngi qızarana qədər qızartdıqdan sonra qaynatdığım qarını üzərinə əlavə edib 3-4 dəqiqə bir yerdə qovururam. Duz, istiot zövqə görə mən biraz da paprika əlavə edirəm. Yaxşı qaçdırdıqdan sonra isə servis edirəm. İnanılmaz ləzzətli alınır. Əgər siz də mənim kimi qarın sevirsinizsə, belə hazırlayıb dadına baxın. Hazırlayacaq olan hər kəsə nuş olsun.